Herkese salam. Bir ayda 10 kilogram hedefimde artık 19. gündeyim. Səhərimə hər zamanki kimi rəngli və bol vitaminli bir boşqabla başlayıram. Avokado və portağalın uyğunluğu həm enerji verir, həm də tox saxlayır. Üzərinə biraz küncüt və çörək otu səpirəm ki, həm dadı gözəlləşsin, həm də faydası artsın. Yanında isə omlet edirəm. Ara öğündə isə biraz qoz, quru meyvə, acı şokolad və əvəzolunmaz yaşıl çayımla maddələr mübadiləmi sürətləndirirəm. Axşam yeməyi üçünsə tərəvəzli toyuq sote hazırlayıram. Biberləri və göbələkləri doğrayıb azca zeytin yağında toyuq sinə əti ilə birlikdə soteləyirəm. Və yanına isə bol göyərtili bir makaron əlavə edirəm. Boşqabımın kənarına qatıq qoyuram ki, həzmim asanlaşsın. Bu cür balanslı qidalanmaq mənə özümü çox yaxşı hiss elətdirir. Və nəticədə 19-cu günü də uğurla və dadlı şəkildə tamamladıq. Amma sabah üçün fərqli bir planım var. Sabah bədənimi tamamilə təmizləmək və nəticəni sürətləndirmək üçün qatıq xurma detoksu edəcəm. Nəticələri mənə də maraqlıdır. İzləmədə qalın. Sabah görüşənədək.